Salam, axşamınız xeyir olsun. Hər birinizin gözəl süfrə hazırlamışam. Dedim çəkimi sizlərlə paylaşım. Düzdür, stolda bəzi şeylər əksikdir, hələ düzməmişik. Yeməklərdir. Demək olar ki, onları da qonaqlar gələndə süfrəyə verəcəyik. Mimoza salatı. İstanın içində tortdur. Tortu da yenə özüm bişirmişəm. Ballı tort. Aşla turşunun başqa yeri var. Evdə qoyduğumuz kələm turşularla da var. Onları da paylaşacağım. Süfrəyə hazır eləyəndə. Yeməklərdən də ki, yarpaq dolması bişirdim. Aşqaralıq toyuq, ördəyin ətini bişirmişəm. Plovdur. Bir də kebab olacaq.